Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərə izah edəcəyim növbəti mövzumuz metakognitiv bacarıqların formalaşdırılmasıdır. Metakognitiv sözünün mənası ilə biz biliyin növlərində tanış olmuşduq. Metakognitiv bacarıqlar insanın öz düşünmə prosesini dərk etməsidir. Onu izləməsi, idarə etməsi bu bacarıqların hər biri formalaşır metakognitiv bacarıqda. Yəni insan necə öyrənir, nəyi bilir, harda çətinlik çəkir, nəyi başa düşmür, onu dərk edir metakognitiv biliyində. Meta üstün deməkdir, kognitiv düşüncə, dərk etmə. Kognitiv dərk etmə demək olar bütün insanlarda var. Metakognitiv yüksək səviyyəli, yüksək düşüncəyə sahib olan insanlarda metakognitiv bacarıqlar formalaşır və dəyərli həmkarlar, metakognitiv bacarıqların 3 dənə komponenti var. Özünü monitoring, özünü tənzimləmə, özünü qiymətləndirmə. Bu 3 dənə metakognitiv bacarığın komponentləridir. Birinci komponent nədir? Özünü monitoring. Yəni qısaca özünü monitoring nədir? Bu bacarıq şagirdin hərəkətlərini, davranışlarını və idraki prosesini müşahidə edir, izləyir. Bundan ibarətdir. Sadəcə monitoring. Monitoring nədir? Yoxlamaq. İzləmək, yoxlayır, izləyir. Özünü hərəkətlərini, davranışlarını, idraki proseslərini müşahidə edir, izləyir. Öyrənmə zamanı özünü izləmək metakognitivdir. Və onun da özünün əsas komponenti var. Müşahidədir, agah olmaqdır və rəydir. Müşahidə nədir? Müşahidə, izləmək, baxmaq. Yəni, şagird burada nə edir? Öz fəaliyyətini izləyir. İstər günlük şəxsi həyatında, istərsə peşəkar fəaliyyətində özünün nə etdiyinə, davranışlarının necə olduğuna, nələrin baş verdiyinə diqqət yetirməklə şagird özünü müşahidə edib məlumatları toplaya bilir. Məsələn, şagird dərs oxuyarkən hansı hissəni anlamadığını fərq edir ki, mən filan məqamı başa düşməmişəm. Və yaxud da şagird mövzunu dinləyərkən diqqətinin yayındığını anlayır. Fikri dağınıq olur. Bunu anlayır, başa düşür. Sualı cavablandıranda səhv etdiyini hiss edir. Baxın, bunlar artıq özünü monitoringdir. Bunlar özünü monitoringə nümunələrdir. Daha sonra agah olmaq var, yəni xəbərdar olur, özündən xəbərdardır, özünü tanıyır. Hər hansı bir fəaliyyət zamanı nəyi bilib bilmədiyinin fərqinə varır. Şagird burada harda zəif olduğunu, harda qaranlıq qaldığını, çətinlik çəkdiyini, nəyi bilib bilmədiyini bu komponentdə, yəni agah olmaqda fərqinə varır. Yəni şagird burada səhv etdiyini anlaya bilir. Özündən xəbərdardır ki, mən burada filan məqamı səhv etmişəm və yaxud da tam anlamamışam. Daha sonra rəy. Rəy, şagird fəaliyyətinin gördüyü işlərin keyfiyyəti haqqında ətrafdakılardan şifahi və ya yazılı formada rəy ala bilər. Baxın, rəyi ala bilər, rəyi verə bilməz. Özünü monitoringdə şagird rəyi alır. Bir başqasına rəy verirsə, bu artıq yoldaş qiymətləndirmədir. Metakognitivdə də fikir versəniz, yalnız özündən danışıram, özü. Özü özünü izlədi, özü harda zəifdir, harda güclüdür, tanıdı, nəyi bilib bilmədiyinin özü fərqinə vardı. Yalnız özü. Özü metakognitiv bacarıqdır. Özünü monitoring, yəni özünü izlə, özündən xəbərdar ol, özünə bir başqasından rəy al. Bir başqası sənə özün haqqında rəy bildirsin. Sənin gördüyün işləri, məsələn, şagird özündə görə bilmədiyini yoldaşları görüb ona bildirə bilər. Deyə bilər ki, Aysil, filan məqamda biraz daha çalışmalısan, bu məsələdə çox yaxşıydın. Yəni, Aysil özü üçün rəy alır yoldaşlarından. Bunu sırf müəllim verəcək deyə bir şey yoxdur. Bunu bir başqa yoldaşı da, sinif yoldaşı da ona yardımcı ola bilər, rəy verə bilər. Bu müəllim mərkəzli dərs deyil, şagird yönümlü dərsdir. Demokratik üslubda şagird yönümlü dərs olduğu üçün sadəcə şagird rəyi müəllimdən almır. Özündən daha təcrübəli birindən ala bilər. Şagird da sinif yoldaşı ola bilər, özündən böyük bilən bacı qardaş ola bilər. Yəni sırf müəllim deyil. Özündən daha təcrübəli başqası da ola bilər. Buna sizə misal da göstərdim ki, şagird tapşırığı edəndə hansı hissəni başa düşmədiyini hiss edir. Hansı məqamda qaranlıq qaldığını bilir.
Artıq bu onun özünü izləməsidir, özünü monitorinqdir. Daha sonra özünü tənzimləmə var. Özünü tənzimləmə nədir? Yəni bu bacarıq hər hansı bir məqsədə çatmaq üçün şagirdin idraki, emosional vəziyyətini nəzarətdə saxlayandır. Deməli, şagird özünü tənzimləyir, özünü tanıyır, özünü idarə edir. Emosional olaraq, idraki olaraq fərq etməz. Şagird özünü idarə edir, nəzarətdə saxlaya bilir. Burada da bizim bir neçə komponentimiz var. Məqsədin müəyyən edilməsi. Məqsədini müəyyən et. Sənin məqsədin nədir? Şagirdlər özləri üçün məqsəd müəyyənləşdirəndə həmin məqsəd deməli yönümlü davranışı fəaliyyətini daha effektiv istiqamətləndirə bilir ki, bu da şagirdin öz fəaliyyətini tənzimləməsinə təsir edir. Nəticənin necə olmasından asılı olmayaraq həmişə faydalıdır məqsəd qoymaq. Bəli, əlbəttə biz qarşımıza hədəf, məqsəd, plan quranda, məqsəd qoyanda o iş daha effektiv olur. Düzdür? Mən bu yola çıxım, axırı necə olar deyib çıxmırıq. Əvvəlcədən bir məqsəd qoyuruq, hədəf belirləyirik, daha sonra o yola çıxırıq. Burada iş daha effektiv olur. Burada nəticə daha üstün və effektivdir. Bu da məqsədin müəyyən edilməsidir. Məqsədimizi müəyyən edirik. Daha sonra o məqsədə çatmaq üçün plan qururuq, düzdürmü? Bu məqsədlərə nail olmaq üçün plan və strategiya hazırlayır. Planlı fəaliyyət, deməli, fəaliyyətin tənzimləməsinə təsir edir. Nəticənin necə olmasından asılı olmayaraq, həmişə faydalı olan bu planlaşdırmadır. Daha sonra emosional tənzimləmə. Öyrənmə prosesi həmişə rahat və axıcı olmur. Edilməsi müəyyən qədər çətin olan tapşırıqlar şagirdlərdən daha da əzmli olmağı və emosiyalarını idarə etməyi tələb edir. Bəli. Bugün hazırda şagirdlərdən biri 10 testdən 5-ini düz yazanda, 5-ini səhv yazanda məyus olub işi dayandırır. Mən bunu bacarmayacağam, qapalı düşüncəyə keçir. Axın, emosiyaların tənzimlənməsi məhz budur. Şagird emosional cəhətdən güclü, yüksək olmalıdır ki, o nəsə bir səhv olanda, onun yoluna nəsə bir maneələr çıxanda o işi dayandırmasın. O, əksinə, işin üzərində daha çox işləsin, emosional olaraq ruhdan düşməsin. Və uyğunlaşma. Alınan rəylər və dəyişən şərtlər əsasında istifadə edilən strategiyaları uyğunlaşdırır. Bu nə deməkdir? Məsələn, şagird anlayır ki, mən bu mövzunu başa düşmürəm. Mən öz strategiyamı dəyişməliyəm. Mən başqa bir yolla yoxlamalıyam bunu. Baxın, bu özünü tənzimləmədir. O yola, o üsula uyğunlaşa bilmir. Üsulunu, strategiyasını dəyişir, onunla yoxlayır. Anında məsələyə, strategiyaya uyğunlaşır. Məsələn, şagird tapşırığı yerinə yetirmək üçün əvvəl planını qurur. Şagird hansı komponentdədir? Özünü tənzimləmə. Çünki planlaşdırma tənzimləməyə aiddir. Başqa bir nümunədə şagird çətin sualı başqa üsulla həll etməyə çalışır. Burada hansı komponentdir? Özünü tənzimləmə. Çünki şagird uyğunlaşma mərhələsindədir. Şagird çətin sualı öz üsulu ilə həll edə bilmirsə, üsulu dəyişir, yenidən yoxlayır. Bu da olacaq uyğunlaşma mərhələsi. Özünü tənzimləmənin 4 komponenti oldu. Məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə və uyğunlaşma. Özünü monitorinqdə isə 3 komponent var idi. Müşahidə, agah olmaq, rey. İndi sonuncu isə özünü qiymətləndirmədir. Yəni, burada kimdən bəhs edirik? Başqasından, yoldaşından? Xeyr, özündən. Şagird özünü tənzimləyəcək, şagird özünü monitorinq edəcək və özünü qiymətləndirəcək. Bu bacarıq şagirdin fəaliyyəti və ya öyrənməsi haqqında mühakimə yürütmək və ya qiymətləndirməyə imkan verir. Yəni, şagird özünü qiymətləndirir. Nəyi bilib bilmədiyini orada müəyyən edir. Məsələn, belə bir nümunə deyim ki, Aysel tapşırığı bitirdikdən sonra nəyi düzgün edib etmədiyini yoxlayır. Yəni, nəticədə baş verir də bu, düzdür. Qiymətləndirmə sonda aparılır nəticədə. Və yaxud da yazdığı cavabı sonda yenidən yoxlayır. Sonda, nəticədə qiymətləndirmə zamanı cavabını bir də qiymətləndirir, yoxlayır. Hansı mövzuda zəif olduğunu özü qeyd edir. Testdən sonra neçə səhv etdiyini müəyyən edir. Baxın, sonda nələr edirsə, nəticədə nə baş verirsə, bu özünü qiymətləndirmədir.
Bunun əsas komponenti qiymətləndirmə və refleksiyadır. Qiymətləndirmə və refleksiya özü özlüyündə ayrı mövzulardır. O mövzulara çatdıqda daha ətraflı məlumat verəcəm. Qiymətləndirmə odur ki, şagird işinin və ya öyrənmənin keyfiyyəti haqqında mühakimə yürüdür. Məsələn, işi nədir? Testi görüb. Bu testi işləyibdir. Testdən sonra neçə səhv etdiyini müəyyən edir. Məsələn, hansı mövzuda öyrənmənin keyfiyyətini yoxlamaq üçün deyir, hansı mövzuda zəif olduğunu özü qeyd edir ki, filan mövzuda zəifəm. Baxın, bu özünü qiymətləndirmədir. Refleksiya nədir bəs? Refleksiya zamanı şagird öz fəaliyyətini düşünərək qiymət verir. Yəni, şagird öz nəticəsini analiz edib dəyərləndirir. Deyir ki, məsələn, şagird dərsdən sonra deyir, mən mövzunu qismən başa düşdüm. Amma misallarda çətinlik çəkirəm. Yəni, şagird özünü analiz edir, öz nəticəsini analiz edir. Daha sonra onu dəyərləndirir. Bu refleksiyadır. Öz fəaliyyətini düşünərək qiymət verir. Mən nə etdim, necə etdim, harda səhv etmişəm, növbəti dəfə hansı məqamlara diqqət etməliyəm, nələrin üzərində daha çox çalışmalıyam. Bunlar da refleksiya zamanı özünə verdiyi suallardır. Bu da özünü qiymətləndirmə komponentinin bir mərhələsidir ki, qiymətləndirmə və refleksiya. Bu qədər. Özünü monitoring, özünü tənzimləmə və özünü qiymətləndirmə. Bu əsas 3 komponent özünü deməli metakognitiv bacarıqların formalaşdırılmasında istifadə olunan 3 dənə komponentdir. Bunlara diqqət edirik. Düşünürəm ki, dərs hər kəsə aydın oldu. İndi isə keçid alaq dərsimizin test izahına. Bəli, gəlin indi isə metakognitiv bacarıqların formalaşdırılmasının test izahına baxaq. Birinci sualı yaxınlaşdıraq. Sual 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə doğruda doğrunu, yanlışda isə yanlış olanı götürməliyik. Doğruda birinci. Şagird öz fəaliyyətini müşahidə etdikdə daha yaxşı nəticə əldə etmək üçün informasiya ala bilər. Bəli, bu doğrudur. Özünü monitoringdə biz müşahidə haqqında danışmışdıq. Öz fəaliyyətini müşahidə edə bilər. Bu doğrudur. İkinci. Şagird öz fəaliyyəti ilə bağlı rəy aldıqda fəaliyyətində diqqət yetirmədiyi məqamları aydın görə bilər. Bəli, şagird öz fəaliyyəti ilə bağlı rəydən də danışmışdıq. Rəy də ala bilər. Bu da doğrudur. Doğruda doğruları götürəndə cavab 1 və 2 olacaq. Amma biz yenə 3 və 4-ə baxmalıyıq. Yanlışda yanlış. Üçüncü. Planlaşdırılan fəaliyyət bir çox hallarda ona görə uğurlu olur ki, bu zaman atılan addımlar effektiv şəkildə istiqamətlendirilir. Bəli, biz özünü tənzimləmədə danışdıq ki, planlaşdırma vacibdir. Plan qurub işi görəndə o iş daha effektiv olur. Planlaşdırma varsa, bu da doğrudur. Dördüncü, emosiyaları tanımaq və idarə etmək bacarığı şagirdə sosial həyatında faydalıdır. Bəli, emosiyaları idarə etmək, tanımaq bizə vacibdir. Bu da doğrudur. Doğruda doğru olduğu üçün cavab 1 ilə 2 olacaq. İkinci suala baxaq. Şagirdə verilmiş sual nümunələrindən hansı onlarda metakognitiv bacarıqların inkişafını təşviq etmir? Təşviq etməyəni soruşur. A. Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən? Sən özün hansı strategiyalardan, hansı üsullardan istifadə edirsən? Bəli, bu doğrudur. B. Öyrənmə prosesini nəzarət etmək üçün gedişatda hansı amillərə diqqət yetirirsən? Öyrənən zaman hansı məqamlara diqqət edirsən? Bəli, bu da metakognitiv bacarığın olmasını göstərir. C. Yoldaşlarının diskusiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən? Yoldaşdan danışır. Bizdən danışmır ki, özümüzdən söhbət getmir. Yoldaşdan söhbət getdiyi üçün bu metakognitiv deyil, bu yoldaşdır. Bu yanlışdır. D. Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən? Sən özün yeni bir şey öyrənəndə nələrdən istifadə edirsən? Bu da doğrudur. Y. Hər hansı bir fəaliyyət zamanı nəyi bilib bilmədiyini necə müəyyənləşdirirsən? Deyəcək özünü müşahidə edərək deməli, bu da doğrudur.
Bu da insanın öz metakognitiv bacarığıdır ki, özünü tanıyır, özünü idarə edir, özünü müşahidə edə bilir. Cavab olacaq C variantı. Çünki C variantında özü yox, yoldaşdan söhbət gedir. Yoldaş varsa, bu özünü qiymətləndirmə, yəni metakognitiv deyil. Üçüncü sual. Şagird özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı metakognitiv bacarıqla əlaqəli olmaz? Aha, özü ilə bağlı qeydlər aparır və gündəlik tutur. A. Tapşırıqları yerinə yetirmək üçün xüsusi intervalı müəyyən edir. Bəli, tapşırıq yerinə yetirmək üçün bir vaxt müəyyən edir. Özü üçün vaxt qurur. Bu düzdür. B. Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısını tərtib edir. Bu çox gözəldir, çünki bu özünün strategiyalarını siyahılaşdırır. Özünə lazım olanları, araşdırmağa ehtiyac duyduqlarını yazır, qeyd edir. Doğrudur. C. Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir. Bəli, yenə də qeyd aparır ki, filan məqamlarda qaranlıq qaldı, öyrənə bilmədim, onu da qeydini aparır. Bu da metakognitiv bacarığın olmasının göstəricisidir. D. İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır. Bəli, istifadə elədiyi öz strategiyalarını hansının daha yaxşı olduğunu qruplaşdırır. Bu da düzdür. Y. Təlimata əsasən terminləri qruplaşdırır. Burada artıq təlimat verilib, o da sadəcə qruplaşdırır. Bu onun öz strategiyası deyil, öz işi deyil. Ona təlimat verilir, o da qruplaşdırır. Bu metakognitiv biliklə, bacarıqla əlaqəli deyil. Cavab olacaq Y variantı. Keçək növbəti 4-cü sualımıza. Uyğunluq gözlənilmişdir. Belə cədvəl olduqda, uyğunluğu soruşanda biz ilk öncə sualı oxuyuruq. Bu sual məsələn doğrudur. Bu sual doğru olduqda qarşısında da doğru yazılmalıdır ki, biz burada cavabı götürək. İndi gəlin suala baxaq. Özünü qiymətləndirmə, şagirdin tapşırıqların icrası zamanı hərəkətlərini, davranışlarını və idraki proseslərini nəzarətdə saxlamasını əhatə edir. Bəli. Bu özünü qiymətləndirmə deyil, bu özünü monitoringdir. Şagird burada davranışını, hərəkətlərini, idraki proseslərini nəzarətdə saxlayır, özünü izləyir. Bu özünü monitoringdir. Amma qarşısına nə yazıb? Yanlış. Yanlış olduğu üçün, elə qarşısına da yanlış yazıbsa, doğru variantımızın biri 1'dir. Daha sonra. İkinci, şagird fəaliyyətləri barədə yalnız müəllimdən rəy ala bilər. Mən az öncə nə dedim? Şagird yalnız müəllimdən rəy almır. Şagird özündən təcrübəli sinif yoldaşından da rəy ala bilər. Aha, deməli bu yanlışdır. Çünki bu mərhələdə mütləq daha təcrübəli bir şəxs tərəfindən məlumatla təmin olunmaqdır. Bəli, bu doğrudur, amma yalnız müəllimdən rəy ala bilməz. Öz sinif yoldaşından da rəy ala bilər. Bu doğru, yanlışdır, amma qarşısına doğru yazıbdır. Ona görə burada yanlış olduğu üçün doğru yazıb, bu da yanlışdır. Biz bunu götürmürük. Üçüncü, özünü tənzimləmə, yəni özünü idarə etmə, şagirddən məqsədə çatmaq üçün. Bəli, məqsəd haradaydı? Birinci məqsəd müəyyən edirdik, elə tənzimləmədə. Məqsədə çatmaq üçün emosiyalarının, şuurunun fərqində olmasını tələb edir. Bəli, bu doğrudur. Çünki məqsədə çatır özünü tənzimləmə mərhələsində. Amma qarşısına yanlış yazıb. Ona görə biz bunu da götürmürük. Dördüncü, şagirdin özünü tənzimləməsi, fəaliyyətin müşahidəsi və bu barədə onun məlumatlandırılması ilə sıx bağlıdır. Bəli, bu doğrudur. Özünü tənzimləmə müşahidə ilə də, yəni özünü monitorinq ilə də bağlıdır. Ümumiyyətlə, bu üç komponentin üçü də bir-biri ilə əlaqəli bağlıdır. Özünü tənzimləmə də eyni ilə müşahidə ilə də bağlıdır. Doğrudur, elə qarşısında doğru yazıb. Variantımızın biri də 4. 1 ilə 4. Cavab olacaq Y variantı. Davam edirik. 5-ci sual. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmə üçün iş vərəqləri paylayır. Deməli, şagird özünü qiymətləndirməlidir burada. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır?
A. Şagirdlər növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmək imkanı əldə edirlər. Bəli, özləri üçün edirlərsə doğrudur. B. Şagirdlər onlar üçün hansı mövzuların çətin, hansıların daha maraqlı olduğunu müəyyənləşdirəcəklər. Özləri üçün bir özünü qiymətləndirmə aparırlar. Hansı daha maraqlıdır, hansı mənim üçün çətindir, onu qeyd eləyir. Bu da özünü qiymətləndirmədir. C. Müəllim şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi müəllimin ona şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək. Deməli, müəllimin şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi onları şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək. Bəli, bu da doğrudur. Özünün qiymətləndirmədir bu da. D. Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradır. Burada birincisi bu özünü qiymətləndirmədir. Qiymətləndirmədə özünü qiymətləndirmə də var, yoldaş qiymətləndirmə də var. Burada isə qiymətləndirmənin yoldaş qiymətləndirməsinə söhbət getdiyi üçün bu özünü qiymətləndirmə deyil. Bu yoldaş qiymətləndirmədir. Yanlış olan elə D variantıdır. Y-yə də baxaq. Şagirdləri bu fəaliyyətə cəlb etməklə çətinlik çəkdikləri məqamları müəyyən edib, dərslərin təşkili ilə bağlı müəllimə təkliflər verə bilərlər. Bəli, bu da doğru fikirdir. Cavab olacaq D variantı. Bu qədər dəyərli həmkarlar. Videonu bəyəndinizsə kanala abunə olub dəyərli fikirlərinizi yazmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm.